Necəsiniz dostlar? Deməli bu xəbəri oxudum. Yəni şok oldum deyəcəm, yox. Çünki artıq bu nə birinci, nə də ki sonuncu xəbərdir. 14 yaşında qız ana olub. Mən deyərdim ki 14 yaşında uşaq dünyaya gətirib. Başa düşürsünüz? Mənə maraqlı yazıblar. Şükürlər olsun ki ana da körpəsi də vəziyyəti stabildir. Mənə görə iki uşağın da vəziyyəti stabildir. Bəs bu uşaq havadan olmayıb da, bu uşağı hamilə qoyan bir kişi olmalıdır da, o kişinin aqibəti hanı? Yəni onun aqibəti nədir? Çünki 14 yaşında mən bu nə qadın deyə bilərəm, nə xanım deyə bilərəm. Hə, dünyaya uşaq gətirdiyinə görə ana demək məcburuq. Özü uşaq çağında dünyaya uşaq gətirib. Tək gətirməyib. Havadan, sudan da gəlməyib. Bax bu əməli törədən, bax bu uşağa toxunan, bunun uşaq olduğunu dərk eləyib və dərk eləyə bu addımı atan. Nə deməkdir bu? Yəni onun aqibəti nədir? Mənə onun xəbəri lazımdır. Day o günlərin Xoşqədəm xanımın verilişinə qadın gəldi ki 18 yaşlı oğlanla uşağa qalmışam. Dəhşət. Biri 18 yaşlı oğlanla uşağa qalır. Biri 14 yaşında özü uşaq ikən dünyaya uşaq gətirir və bu əməli törədən özündən xəbəri hələ yoxdur. Biz də bilmirik onun aqibəti nə oldu, tutdularmı, yoxsa ailələr arasında anlaşdılarmı? Əgər bunlar ailə arası anlaşıb evlilik və ailə qurulsa, o ailə xoşbəxt olmayacaq, siz özünüz də bilirsiniz. Orada çünki bir məcburiyyət var. Nə bilim. Allah axırımızı xeyir eləsin.